Herkese salam dostlar. Bugün sizlərlə gördüğünüz kimi Blocked Rolex ilə Blocked Turan vs atacaq. Amma ki Turanı hələ də görə bilmirik. İtibdi, batıbdı, nə olubdu uşağa. Dedik gəlirəm. 2 gündür gələ bilmir. Baxaq indi kim udacaq. 15 FPS-dən gəldi Turan. Atasının telefonu 30 FPS-i, atasının telefonu oynuyordu. İndi 15 FPS-dən gəlir öz telefonu. Keçək. Odan atan kimi videonu da atıram. Atıldı, danışacağız da. İndi keçək oyunumuza. Dostlar, başladıq da. De Turan indicə öz telefonunda deyil, onsuz da demişəm. Başlayaq. Aha, özüm bombayla patladım. Nə silah seçib bəyəm? Scar'dı. Dostlar, bir de Rolex biraz ək pusududur. Bir de 90 geçti. Biləsiniz. Turan 15 FPS oynayır. Anlayınca köhnə. Hədəsi heç olmasa 45'ti. Bunda. Nə dostlar, baxaq da kim udacaq, kim udmayacaq. Bakın ses verimli. Ses 1 gram da verimli. Buna gıcık oluram da. İndi mən Turanın yerine olsaydım turlanmışdım da. Baxaq. Rolex həddini. Geydi. Kaskı yok o. Turan da yaxın dostumuzdur. Baxın nə qısır. Yox dostlar. Nə bilim. Turan məsələn indi turlanmış. Aha, heysi vurdu bir dənə. Canı sıfırdı. Turan yəni ki, biraz 30 FPS-də olsaydı alardı mı? Bilmirəm, mən alacaq. Qabaqdakı səs vermir. Əmri 90 FPS. Turan deyəndə fikirləşində nələr edir. Oy. İnternet necə pis ola bilər? Yəni internetin dibindəyəm. Ona bir dostlar yorumlarda tanıması desinlər. Buna baxın, məndəki 480 MS'lik. Vallahi billah internet var düppədüz dibimdədir. İnternetə görə gəlib oturmuşam burada. Ağıllı ol da. Gözəl də. Turan çok pis hasar verdi. Ara internet koyar ki, internet bizi koyar ki, görmür geçsin. Yaxşı Rolex'e baxaq. Dostlar, bu internet düzəldib mən gəlirəm, yoxsa bu internet mən qıracam. Gəldik dostlar. İndi 5 GB keçmişəm, indicə internet də olsa internetə bir dənə təpik gələcək də. Aha, Rolex'e ses verdi. Yoksa bilmeden ses verdi. Bilmeden. Trump partisi əsəblər. Özü yəni ki, əsəbə vaxtında çağırmışam o. Aferin, güllə yeniləməyə çox süper bilir. Yok. Bu VS'nin ikincisi de gələr. Çok süper olar da. Turan sağ olsun, çok süper oynuyor kardeşimiz.
Rolex'i belə VS-də zaten çağırma olar. Amma ki yenə də biraz zəif qalır da. Sağlamımızın arasında. Yok Turan comeback attı. Bir saniye yani. Başladı dostlar. Ta yoksa yağımızdadır. Aha. Nasıl əvvəldən gördüyü. O çox pis oldu. Aha. Turan da səs vermir şey. İkisi də tutmaq istiyorlar. Aha, səs vermə başladı. Rolex'e səs verir. Desəyin bizə yazdanır ki, mən dedim səs veriniz falan filan. Çok süper. Kulak tuturandan kombik gəlir. Ayda sana yeniden məsələn qoymadı. Baxaq. Rush oynayır. Buranın bəlaqçıdan baxacam da. Buranın çox pis. Həddindən artıq pis. Yəni ki, dönüb tullanıb zat vura bilərdin də bir tər. Bir de bir baxaq Turan qardaşımıza. Bir Turan nəsə comeback gətirmək istəyir. Comeback nədir? Comeback gətirmək istəyir amma yarıda. Mən kimə keçirəm, yaxşılaşır, yoxsa pisləşir bilmirəm də. Çok süper. Orada hiss elədim, bir iki yeti gəldi. Məncə piklərə girməsə yaxşı olar. Mən yəni soruşmamışam amma Jiroskopla oynamır Rolex. Çünki Samsung A55 5G oynamır. A55 5G 90 FPS dostlar kommentdə yazsa çox süper olar. Klan gəlmək üçün şərtlər ID kartı varınızdırsa YouTube'dan gəlirsiniz. Belə də VS-lərdə yoxlanırsınız. Nə bilim, məndən də yaxşı oynaya bilərsiniz. Klandaş ən yaxşı oyuncudan da yaxşı oynaya bilərsiniz. Baxa da. Yox, hələ ki bərabərədir. Bir dəqiqə. Çünki o uzaqdan baxanda lazer atırılır. Turan isə lazersiz. Mənim kimi oynayır. Yox. Çünki Turan belə çevirmək istəyir, alınmır. 15'e 15. Yok. Süper de süper. Estinden artık. Tam 15 FPS olmayana bakmayaraq, yəni ki 90 FPS-dən birləşir. Mən Rolex'in belə oynadığına baxmayın. Klanda yəni ki TDM VS-lərinə girdikdə yaxşı oynamalı. Bizimkin %100 telefon getdi, yan divara baxırdı. Keçək lobbyyə də keçək.
Dostlar, bugünlük də videomuz bu qədər idi. Gördüyünüz kimi çox super belə kapışmalı video getdi. Biraz deyə bilərsiniz bot döyüşüydü zat. Yəni ki, qabaqdakı jiroskopla arada bir oynayır. Yəni ki, Turan da jiroskopla oynayandı, amma ki, necə deyim sizə? İndicə jiroskopla oynaya bilmirəm də, mən sizə başa saldım. Yaxşı dostlar, bugünlük videomuz bu qədər idi. Sağ olun, salamat qalın.